Hazırda Kəlbəcər səfərimizi yekunlaşdırıb Tərtərin Şıxarx qəsəbəsində yerləşən və bizim əməyimizin bəhrəsi olan Vətən Bağı Şəhidlər Parkındayıq. Biz bura gələndə gördük ki, həqiqətən də insanlar buraları ziyarət edir və mənim diqqətimi bu balaca oğlan çəkdi. O da atası ilə birgə Qarabağ səfərindən qayıdırdı. Gördüm, çox diqqətlə izləyir və istədim ki, bu bağ haqqında, buradakı meyvələr haqqında onun da təəssüratlarını. Adın necə oldu qaqaş? Aslan. Aslan, maşallah. Aslan, bu bağa gəldin, buranı gördün, sənə necə təəssürat bağışladı, xoşun gəldi, nə xoşva gəldi əsasən? Albalı gəldi. Albalı meyvə xoşva gəlibdi. Burada görsən nə qədər meyvələr vardı. Biz hamısın bunları şəhidlərimizin xatirəsinə görə əkmişik. İstəyərsən ki, sən özün hansı rayondansan? Daşkəsəndə. İstəyərsən belə bir bağın bir də Daşkəsəndə olsun. Hə. Ay maşallah. Neçənci sinifdə oxuyursan? 4-də. Maşallah, maşallah. İnşallah Allah heç bir zaman bizə bir daha müharibə qismət eləməsin, amma belə bir şeylərin olmağı, belə bir tarixin yaşadılması bizim gələcək nəsillər üçün də bir örnəkdir ki, onlar müstəqilliyin, suverenliyin əldə olunmasının, təşəbbüskarlarının yaşadılması üçün öz addımlarını atsınlar. İnşallah gələn görüşlərə də.